Digər bir məlumat istəyirəm sizlə də bölüşüm. Birinci sinifə qəbulda prioritet məktəblərə 2335 sorğu emal edilib. Məsələ nədən ibarətdir? Detalları bizlə bölüşmək istəyir əməkdaşımız Nuranə İbrahimli. Bir daha salamlayıram Nuranə səni. Bu dəfə bizə çatdırmaq istədiyin detallar nədən ibarətdir? Buyur, eşidirik səni. Salam Aynur, bir daha xoş gördük səni. Bəli, birinci sinifə qəbul prosesi ilə bağlı artıq 1706 sorğu üstünlük hüququna malik olduğu üçün təsdiq edilib. Digər 629 sorğu isə emal prosesindədir. Ümumiyyətlə istəyirik ki, proseslə bağlı ətraflı məlumat elə Bakı Şəhər Üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Günel Kərimova bizə məlumatları çatdırsın. Günel xanım, xoş gördük sizi. Hazırda proses hansı formada irəliyir? Yəni sorğuların emalı hansı formada həyata keçirilir? Xoş gördük. Məlumdur ki, mayın 6-sından artıq birinci sinifə qəbulla bağlı vətəndaşlar şəxsi kabinetindən müvafiq məktəbə sorğu yerləşdirə bilir. Bakı Şəhər Üzrə Təhsil İdarəsinin tabeliyində olan müəyyən məktəblər var ki, həmin məktəblərdə süni şagird sıxlığı müşahidə olunur və həmin məktəblərə hal-hazırda müəyyən müddət çərçivəsində şagird qəbulu ərazi üstünlük hüququna əsasən aparılır. Deməli, hal-hazırda proses başlayandan bugünə qədər 2335 sorğu yerləşdirilmiş. Onlardan 1706 sorğu üstünlük hüququ doğru olduğu üçün sistemdə təsdiq edilmişdir. 629 sorğu isə hal-hazırda emal prosesindədir. Üstünlük hüququ nə deməkdir? Deməli, üstünlük hüququ məktəbin müəyyənləşdirilmiş mikroərazisində yaşamalıdır vətəndaş. Valideyn və yaxud uşağın həmin ünvana qeydiyyatı olmalıdır və yaxud valideynin digər övladlarından biri hal-hazırda həmin məktəbdə təhsil almalıdır və yaxud uşağın valideynlərdən biri hal-hazırda həmin məktəbdə müvafiq vəzifədə çalışmalıdır. Bu üç üstünlük hüququna əsasən sorğular hal-hazırda emal olunur. Əgər üstünlük hüququn doğru olmayan sorğular sistem tərəfindən imtina edilir və avtomatik olaraq sistemdə boş yerlər yaranır. Həmin məktəbləri seçmək istəyən, lakin sistemdə yer görünmədiyi üçün seçə bilməyən vətəndaşlara sistemdə emal prosesi davam etdiyi üçün daimi sistemi yoxlamağa, boş yer yarandığı halda sorğu yerləşdirmək tövsiyə olunur. Çox sağ olun, təşəkkür edirəm ətraflı məlumat üçün. Bir daha qeyd etmək istəyirik ki, birinci sinifə qəbulla bağlı hazırda sorğular qəbul edilir və sorğuların emalı prosesi davam edir. Əlbəttə ki, may ayında başlayan bu sorğuların qəbulu sentyabr ayına qədər müxtəlif mərhələlərdə davam edəcək. Sorğuların qəbulu daha sonra isə müsabiqə mərhələləri əlbəttə ki, bizim isə çatdıracaqlarımız bundan ibarətdir. Sözü ötürük xəbər mərkəzimizə. Bir daha minnətdaram Nuranə sənə, həmçinin müsahibinə də məlumatı bizlə tamaşaçılarımızla bölüşdüyün üçün. Biraz da keçək yenə siyasi məsələlərdən danışaq, çünki